Hər vaxtınız xeyir Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, bugünkü videom nə ilə bağlıdır? Milli komandamızın baş məşqçi postundan namizədlərlə bağlıdır. Dünənki videomda da səsləndirmişdim. Artıq Fernando Santuşla mütləq şəkildə yollar ayrılmalıdır. Bildiyim qədərilə federasiya rəhbərliyi arasında bu barədə fikir ayrılığı mövcuddur. Hal-hazırda bir çox tərəf, xüsusilə icra komitəsi üzvləri tərəfindən Fernando Santuşla yolların ayrılmasının çox düzgün qərar olduğu diqqətə çatdırılır. Hal-hazırda bu barədə fikir ayrılıqları mövcuddur, amma yenə də biz öz fikrimizdə qalırıq ki, hansı ki ilk gündən Fernando Santuş təyin olunanda bizim milli komandamızda problem əcnəbi baş məşqçi problemi deyil, strategiya, düzgün yanaşma, düzgün planlama, milli komandamızın inkişafı baxımından çox önəmli predment olduğunu qeyd etmişdik və bugün də artıq milli komandamızın baş məşqçili postunda Fernando Santuş'un necə deyərlər postu sallanmaqdadır. Artıq bu posta namizədlər də belə deyək AFFA rəhbərliyi tərəfindən süzgəcdən keçirilir. Məncə hal-hazırda ən ideal namizəd elə AFFA İcra Komitəsinin üzvlərindən biri Qurban Qurbanovun, Qarabağın baş məşqçisi Qurban Qurbanovun bu posta gətirilməsidir. Qurban Qurbanov tez bir zamanda Azərbaycan milli komandasının baş məşqçili postuna təyin edilməlidir. Çünki milli komandamızın dünya çempionatının seçimi mərhələsinə təxminən 5-6 ay vaxt qalıb. İlk oyununu keçirməsinə, növbəti dəfə fiaskonun şahidi olmaq istəmiriksə, dərhal Fernando Santuşla yollar ayrılmalıdır. AFFA rəhbərliyinə səslənirik, dərhal. Yəni, indiyə qədər bizim izlədiyiniz videoları bilirik, yəni bütün tamaşaçılar izlədiyi videolarda son bir ilə nəzər yetirdikdə biz Fernando Santuşla bağlı qərarın çox böyük səhv olduğunu diqqətə çatdırmışdıq. Burada nələrsə müəyyən oyunların döndüyünü diqqətə çatdırmışdıq və yekunda da təəssüflər olsun ki, haqlı olduğumuz bu periodda özünü göstərdi. Bugün əsas real namizəd milli komandaya yerli mütəxəssis olmalıdır. İlk sırada Qurban Qurbanov yer almalıdır. Qurban Qurbanov çox ciddi haqsızlıqlarla üz-üzə qalıb milli komanda baş məşqçi postunda. Yəni bilirsiniz ki, onu heç bir səbəb göndərilmədən, daha doğrusu göstərilmədən uzaqlaşdırılmışdı. Xatırlayırsınızsa, yəni ümumiyyətlə illərdir Azərbaycan futboluna əcnəbi baş məşqçilərinin rəhbərlik etdiyi dönəmləri müəyyən mənada təhlil etdikdə görürük ki, Prasnetskinin çıxmaq şərti ilə heç bir legioner məşqçi ilə milli komandamız nəyəsə nail ola bilməyib. Ona görə də artıq bu eksperimentləri başa çatdırmaq vaxtıdır. Artıq reallığa dönməliyik və əsas namizəd yerli mütəxəssis olmalıdır. Mən Elçin Cəfərov, Qurban Qurbanov faktorunu ön plana çıxardıram və əgər Qurban Qurbanov bu mövzuda razılaşma əldə olunmarsa, Azərbaycanlı təcrübəli mütəxəssislə digər namizədlərə yönəlmək lazımdır. Mənim alternativ variantlarım Mahmud Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqovdur. Bəli, Rəşad Sadıqov, Mahmud Qurbanov, Ayxan Abbasov, baxmayaraq ki, U21-in baş məşqçisidir. Mənim bu posta əsas namizədlərim sırasında bu mütəxəssislər yer alır. Ona görə də dərhal şəkildə AFFA rəhbərliyi yuxudan ayılmalıdır. Bu pis gedişə, bu etiraz dolu gedişə dur deməlidir. Bu durun da yeganə çıxış yolu. Bu durun da növbəti periodda nələrəsə ümid etmək adına çıxış yolu yerli mütəxəssisdən keçir. Mahmud Qurbanov, Qurban Qurbanov, Rəşad Sadıqov və Ayxan Abbasov. Mən Elçin Cəfərov olaraq bu adları üzərində dayanıram və siz də rəylərdə öz fikirlərinizi diqqətə çatdırın. Yəni, qeyd edin, fikir bildirin. Biz də təbii ki, oxuyacağıq. İllərdir Azərbaycan milli komandası müəyyən mənada Prasnetskinin çıxmaq şərti ilə legioner mütəxəssislərdə ciddi fiasko ilə üz-üzə qalıb. Yəni, necə deyərlər,
zərərin yarısından dönmək də kardır. Əziz AFFA rəhbərliyi, ayılın, oyanın. Bu qoca, tükənmiş Fernando Santuşla siz Biləcərdən də o tərəfə gedə bilmərsiniz. Nəinki qələbə, heçəcə, üzünə həsrət. Ümumiyyətlə siz Fernando Santuşla insanların əsəbləri ilə oynamağa çalışırsınız. Bu biabırçılığa son vermək vaxtı gəlib və bu formada diktə edirik. Yerli mütəxəssis gəlsin, yerli namizədlər də Qurban Qurbanov, Mahmud Qurbanov, Rəşad Sadıqov və yaxud da Ayxan Abbasov. Yeni videolarda görüşmək ümidi ilə hələlik.